millət, ümumiyyətlə bu yağışlar kimə ziyan verdi, kimə xeyir verdi bilmirəm. Amma mənə xeyri dəydi. Niyə xeyri dəydi? İndi onu sizə deyəcəm. Deməli, mənim maşınımın Ferradosundan ya da ki maxavitindən səs gəlirdi. Hıltı səs gəlirdi. O səsi qoyacam. Bir dənə ona baxın. Deməli, bu səsə görə çox araşdırmalar eləmişdim. Mən xarici forumlardan falan belə nəticəyə gəldim ki, orada ya Ferradonun ya maxavitin üstə nəsə tökülüb. Yəni nəticə olaraq belə oldu. Nəticədə yəni açılmalı idi. Karobka ya dəyişilməli idi, ya nəsə də belə bir müdaxilə olunmalı idi. Amma bu güclü yağışların nəticəsində dünənləri yola çıxanda dərin bir sudan keçdim. Dərin sudan keçdim və nəticədə hiss etdim ki, Ferradoya su dəydi. Çünki yerindən götürəndə maşın gah tuturdu, gah buraxırdı belə. Və onunla da o səs getdi. Mənim üçün bu böyük bir irəliləyişdir. Çünki 2 gündür artıq o səs gəlmir maşından. Amma çox insanlara ziyan verdi.